الحمد لله رب العالمين. اللهم لك الحمد على نعمة الإسلام والإيمان، ولك الحمد أن جعلتنا من أمة محمد عليه الصلاة والسلام، وأشهد أن لا إله إلا الله وحده لا شريك له، وأشهد أن سيدنا محمدا عبده ورسوله. اللهم صل وسلم وبارك على سيدنا محمد وعلى آله وصحبه أجمعين. أما بعد، فأوصيكم بتقوى الله، وهي وصية الله للأولين والآخرين. ولقد وصينا الذين أوتوا الكتاب من قبلكم وإياكم أن اتقوا الله. Əziz, değerli kardeşler, hürmetli Müslümanlar, ilk önce Allah'tan korkmağı tövsiye edirəm. Rabbimizin hem bize hem bizden evvelki nesillere ettiği bir tövsiyesidir, nəsihətidir. Buyurur ki öz kəlamında, biz sizden evvelki əhl-i kitaba tövsiye ettiğimiz kimi size de Allah'tan korkmağı tövsiye edirik. Rabbimiz öz kəlamında buyurur ki وَلِلَّهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنِ اسْتَطَاعَ إِلَيْهِ سَبِيلًا وَمَنْ كَفَرَ فَإِنَّ اللّٰهَ غَنِيٌّ عَنِ الْعَالَمِينَ. Evi, yani Kabe'ni ziyaret etmek isteyen insanların, yani yoluna gücü çatan herkesin Allah karşısında həcc etmek borcudur. Kim bunu inkar ederse bilsin ki Allah'ın alemlere ihtiyacı yoktur. Yani Allah Teala alemlere mühtaç değil. Ve buyurup ki وَاَذِّنْ فِي النَّاسِ بِالْحَجِّ يَعْتُوكَ رِجَالًا وَعَلَى كُلِّ ضَامِرٍ يَأْتِينَ مِنْ كُلِّ فَجٍّ عَمِيقٍ. İnsanlar arasında həcci ilan et ki onlar senin yanına piyada veya her bir uzak yoldan gelen yorgun develer üstünde gelsinler. Ve deyip ki sallallahu aleyhi ve sellem وَالْحَجُّ الْمَبْرُورُ لَيْسَ لَهُ جَزَاءٌ إِلَّا الْجَنَّةِ. Məbrur həcc, yani qəbul olunan həcc, onun mükafatı ancak cennettir. Ve buyurup ki sallallahu aleyhi ve sellem تَابِعُوا بَيْنَ الْحَجِّ وَالْعُمْرَةِ. Həcc ve ümrəni birbirinin ardınca edin. فَاِنَّهُمَ يَنْفِيَانِ الْفَقْرَ وَالذُّنُوبِ. Həqiqətən o ikisi kasıblığı ve günahları silir, aparır. كَمَا يَنْفِ الْكِيرُ خَبَثِ الْحَدِيدِ وَالذَّهَبِ وَالْفِضَّةِ. Necə ki, körük dəmirin, qızılın ve gümüşün pasını apardığı kimi. Ve gelip İmam Müslim'in lafzında buyurur ki sallallahu aleyhi ve sellem Buniyel İslamu ala khams. İslam 5 esas üzerinde kurulur. Şehadet etmek ki Allah'tan başka ibadete layık hak mabud yoktur. Ve Muhammed sallallahu aleyhi ve sellem onun kulu elçisidir. Namaz kılmak, zekat vermek, evi yani Kabe'ni həcc etmek ve Ramazan'da oruç tutmak. Ve deyip ki sallallahu aleyhi ve sellem men hacca hâzel beyt felem yarfus ve lem yafsuk kharaca min dunubihi ke yevmi veledethum. Kim bu evi həcc ederse, yani Kabe'ni həcc ederse ve bu həccində pis söz danışmaz, pis əməl etmez, yani fasiklik etmezse günahlarından anasından yeni dünyaya geldiği kimi çıxar. Ve həcc də əzəmətli bir ibadətdir. Hansı ki Allah Teala buyurub mümin bəndələri üçün. Onda olan əzəmətli faydalara göre, onda olan əzəmətli məqsədə göre, değerli hedeflere göre, dünya ve ahiret için onda cəm olan xeyrə göre ve fərz edib mükelleflere, dünyanın her yerinden olan her bir Müslümana, her bir mükellefe eğer gelmeye yol tapırsa, yani malı varsa, bedeninde gücü varsa ve həcc yetişibsə, onun boynunda bu əzəmətli ibadət fərzdir. Ve bu əzəmətli ibadət, hansı ki buyurub bu ümmətə
onda bu ümmət üçün əzəmətli dərs qoyub. İbrət ala biləcəyi dərs, istifadə edə biləcəyi dərs qoyub. Bəs edir ki, İslamın əzəmətli rukunundan bir rukundur. Və ən əzəmətli dərs hansı ki, ona toxunacaq. Mömin bu həcdən faydalandığı ən əzəmətli ibrət odur ki, bu ibadət bizə axirəti xatırladır. Bu ibadət bizə hesab gününü xatırladır. Ona görə fikir ver, Həcc surəsi hansı ki, ayələrini oxuduq, əvvəlinki ayələri. Allah Teala o ayələrin əvvəlində qiyamətin, saatın necə baş verməsinə toxunur və necə baş verəcəyinə toxunur. Hesab gününün çətinliyinin və şiddətinin necə böyük olmağına toxunur. Və təəccüb edirsən ki, Həcc surəsi əhkamlar olmalıdır. Elə zənn edirsən ki, həccin əhkamlarıdır, necə etməkdir. Lakin əvvəli nə deyir Rəbbimiz? Yə eyyuhənnəs, ittəqu rabbakum, innə zəlzələtəs səəti şeyun azim. Yevmə təravnəhə, təzhəlu kullu murdi'atin əmmə arda'at, və təda'u kullu zəti həmlin həmləhə, və tərən nəsə sukara, və mə hum bisukara, və ləkin əzəbəllahi şədid. Deyir ki, Rəbbimiz, ey insanlar, Rəbbinizdən qorxun. Həqiqətən o saatın sarsıltısı, yəni zəlzələsi müthiş bir şey olacaq, yəni dəhşətli bir şey olacaq. O görəcəyiniz gün hər bir süd verən ana süd əmizdirdiyi uşağını unudacaq. Hər bir hamilə qadın bətnindəkini salacaq. İnsanları sərxoş görəcəksən. Halbuki onlar sərxoş olmayacaq. Lakin Allahın əzabı hədsiz şiddətlidir. Və Quranda gələn ayələr heç də təsadüfi nazil olmuyor. Və necə gəldi nazil olmuyor. Hər nazil olan ayənin mənası var. Səbəbi var. وَلَوْ كَانَ مِنْ عِنْدِ غَيْرِ اللّٰهِ لَوَجَدُوا فِيهِ اِخْتِلَافًا كَثِيرًا. Əgər Allahdan qeyrisindən nazil olsaydı, onda çoxlu ixtilaflar görərdilər. Ona görə də bu ayələr hansı ki, nazil edilib, Həcc surəsinin əvvəlində oxuyanda təəccüblənirsən. Deyirsən ki, qiyamətin həcclə nə əlaqəsi var? Hesab gününün həcclə nə əlaqəsi var? Lakin düşündükdə həccin əhkamlarını, qiyamət saatında baş verəcək əhvalı, hansı ki, Rəbbin xəbər verib sənə, Peyğəmbərin sünnəsində xəbər verib sənə və nəql edib səhabələr bunları bizə, başa düşürsən ki, arasında oxşarlıq var, bağlılıq var və daha da çox təəccüblənirsən. Çünki həcc, əslində həcc edən, həccə çıxanda vidalaşır. Vidalaşır ailəsi ilə, əhli ilə, vidalaşır yaxınları ilə. Eləcə də bu dünyadan çıxan, bu dünyadan ayrılan vidalaşır. Lakin fərq nədir? Həccə çıxan qayıdır. Lakin bu dünyadan vidalaşan qayıtmağı yoxdur. Qayıtmır, onu qarşıda qiyamət gözləyir. Haqq hesab gözləyir. Ona görə fikir ver, həcc edən ehram libasına girməmişdən əvvəl ətirlənir. Eləcə də bu dünyadan çıxan, bu dünyadan köçən, kəfənlənməmişdən əvvəl ətirlənir. Bu dünyadan köçən, ona ətir vurulur. O iki kəfənlə bürülməmişdən qabaq. Eləcə də həcc edənin libasına bax. Xüsusən də kişilərin. Hansılar ki, bütün paltarlarından çıxırlar. O libaslar ki, hansı ki,
o libaslarla bir-birlərindən üstün görsənirlər. Bu dünyada bir-birlərindən fərqlənirlər, lakin həcc ibadətini yerinə yetirmək üçün hamısı eyni libasdadır. Libasları izardır, ridadır. Eləcə də bu dünyadan çıxanın libası kəfəndən başqa bir şey deyil. Ağ örtüdən başqa bir şey deyil. Və həcc edən o libasında bənziyir bu dünyadan çıxanın libasına. Çünki bədəni bu iki parça olmasa çılpaqdır. Necə ki, o kəfənlənən bədənində o kəfəndən başqa heç nə yoxdur. Və qiyamət günü də qalxanda insanlar əyinlərində libas olmayacaq. Heç bir libas. Ona görə Ayşə radiyallahu anhə, necə ki İmam Muslim rəvayət edib, Ayşə radiyallahu anhədən nəql edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm qiyaməti xatırlayanda deyir ki, insanlar qiyamət günü çılpaq, ayaqyalın, sünnət olunmamış həşr olunacaqlar. Deyir ki, radiyallahu anhə, ya Rasulallah, qadınlar, kişilər hamılıqla bir-birinə baxacaq. Bəzilərinə baxacaq. Deyir ki, sallallahu aleyhi və səlləm, ya Ayşə, əl-əmru əşəddu mən ən yundara ba'duhum ilə ba'd. Məsələ onların bir-birinə baxmağından daha şiddətli olacaq. Ona görə də həcc edən həqiqətdə olduğu hal qiyamət əhvalına bənzər bir haldır. Həcc edənin bu yerlərdə dayanması, toplanması, izdihamda hərəkət etməsi, izdihamda toplanması, Ərəfada yığışması, hamısı ona qiyamətin əhvalını xatırladır. Ərəfa düzü hansı ki, insanlar dayanacaq orada həcci yerinə yetirmək üçün. Çünki Ərafadır həcc, necə sallallahu aleyhi və səlləm buyurub, bu bənzir insanların qiyamət günü məhşərə toplanmasına. Qiyamət günü bir yerə cəm olmasına o vaxt ki, carçı səsləyəcək onları, çağıracaq Rəblərinə qarşı və insanlar gələcəklər Rəblərinə tərəf. Necə ki, Rəbbimiz buyurur, يَوْمَ اِذٍ يَتَّبِعُونَ الدَّعِيَ لَا عِوَجَ لَهُ وَخَشِيَتِ الْأَصْوَاتُ لِلرَّحْمَنِ فَلَا تَسْمَعُ إِلَّا هَمْسًا. O gün insanlar heç bir yana meyl etmədən carçının arxasınca yeriyəcəklər. Rəhmanın qarşısında səslər kəsiləcək, sən yalnız pıçıltı eşidəcəksən. Və dayanacaqlar o məhşərdə necə ki, Ərəfa düzündə dayanacaqlar. Qiyamət düzündə də, qiyamət günü də o məhşərdə eləcə dayandırılacaqlar. Əmr olunacaq ki, dayandırılsınlar. وَقِفُوهُمْ اِنَّهُمْ مَسُولُونَ. Onları dayandırın, onlardan sorğu-sual olunacaq. Ona görə də həcc bənzir qiyamətə, əhvalı bənzir qiyamətin əhvalına. Necə ki, həcc edən başı açıq günəşin altında həccini etməyə çalışır. Saçı dağınıq, toz içində. Qiyamət günü də insanlar, günəş onlara yaxın olacaq. Adəm övladı günəşin altında gözləyəcək, onun istisində gözləyəcək. O şiddətli istidə, hansı ki, qaçmağa heç bir yer olmayacaq. Və o qədər tər axacaq ki, təri yerin aşağısına 70 dirsək girəcək. 70 dirsək yerin dibinə qədər təri çatacaq. Necə ki, İmam Muslim rəvayət edib, eləcə də İmam Buxari deyir ki, hətta tərləri, yəni məhşərdə dayananların tərləri 70 dirsək yerə axacaq. Sonra tər onları bürüyəcək, ta ki, qulaqlarına kimi çatacaq. Ona görə çalışacaqlar ki, Peyğəmbərlərdən istəsinlər ki, şəfayətçi olsunlar onlara. Allah da Allah haqq hesabı başlasın. Və bənzir o halları həcc edənin Səfa Mərvə arasında səy etməsinə, onlar da o cür səy edəcəklər. Gedib gələcəklər Peyğəmbərlər arasında. İstəyəcəklər ki,
haqq hesab başlasın, çünki dayanmaları uzun olacaq. Və gəlib bəzi rəvayətlərdə ki, uzadı gün dayanacaqlar. Necə ki, Rəbbimiz buyurur, o əhvalı xatırlayaraq, onların dilindən deyəcəklər ki, İnnə nəxafu min Rabbinə yevmən əbuthən qamtərira. Əslində biz Rəbbimizdən gələ bilən çox kəskin və ağır bir gündən ehtiyat edirik. Abdullah ibn Ömər deyir ki, o deməkdir ki, yəni ayənin təfsiri budur ki, o gün uzun olacaq. Və bəzi rəvayətlərdə gəlib ki, 100 il və gəlib bəzi rəvayətlərdə 300 il, bəzi rəvayətlərdə gəlib ki, 50.000 il gözləyəcəklər və nəhayət peyğəmbərlərdən diləyəcəklər ki, Allah Taala haqq hesabı başlasın. Şəfaətçi olsunlar ki, haqq hesab başlasın və peyğəmbərlər arasında gedib gələcəklər. Nəhayət Muhammed sallallahu aleyhi və səlləm ərşin altında səcdə edəndən sonra ona deyiləcək ki, başı qaldır, istə sənə veriləcək. Şəfayət et, şəfayətin qəbul olunacaq. Ona görə də qiyamət bənzir həccə və həcclə arasındakı oxşarlıq heç də əbəs deyil. Bu əzəmətli ibadət əgər dərin düşünsən, xatırlasan, başa düşsən, bilsən ki, qabaqda səni haqq hesab gözləyir. Və qaçılmazdır qiyamət günü, Rəbbinin huzurunda dayanacaqsan, soruşulacaqsan, çalışacaqsan ki, Rəbbinin huzuruna çıxanda günahsız çıxasan, xətasız çıxasan, çıxanda Rəbbinlə qarşılaşanda alnı açıq olasan, sənə ərz olunacaq əməllər, yaxşılıqlar olsun, günahlar olmasın. Çünki o gün haqq hesab nə dinarla olacaq, nə dirhəmlə olacaq, yaxşılıqlarla, pisliklərlə olacaq. Yəni savablarla, günahlarla olacaq. Və kimin tərəzisində bir savab artıq gələcəksə, o nicat tapacaq. Və kimin tərəzisində bir günah artıq gələcəksə, o xəsarətə uğrayacaq. Ona görə də çalış, o gün gəlməmişdən haqq hesabını bu dünyada çək. Özünü bu dünyada hesaba çək ki, qiyamət günü gələndə tərəzinin ağır və ya yüngül gəlməsi üçün narahatlıq hissindən orada etməkdənsə, narahatlıq hissi sənə burada gəlsin. Ona görə də hesaba çək nəfsini və bu həcc fürsətdir sənə verilib ki, təmizlənəsən, Rəbbinin huzuruna çıxanda saf, pak, təmiz olaraq çıxasan. Ona görə də çalış, həccinə xələl gətirəcək heç bir şey etmə. Ən başlıca da çalış ki, həccin qəbul olan həclərdən olsun və həccin qəbul olma əlaməti də ən birinci ixlasla olmalıdır. Rəbbinin razılığı üçün gəlmirsən, gəlməmsən ki, qaydanda məclislərdə başda olasan, gəlməmsən ki, qaydanda hansısa ləqəbi götürüb insanlar səni o ləqəblə çağırsın, o adla çağırsın, gəlmirsən ki, günahlardan təmizlənəsən, qaydasan, pak, təmiz, sanki dünyaya yenidən gəlmiş kimi, gəlmirsən ki, Rəbbin səni ilə qarşılaşanda səndən razı olsun. Ona görə də ixlaslı ol bu əməldə, Rəbbinə bu əməl edəndə heç bir şeyi şərik qoşma. Həmçinin də xurafatdan, bidətdən uzaq ol bu əməli yerinə yetirəndə. Peyğəmbərin necə edib, elə etməyə çalış. Cəbir radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm 9 il oturdu, gözlədi, həcc etmədi. Elə ki, 10-cu il oldu, elan etdi ki, həccə çıxacaq. Və Mədinəyə çoxlu insan axın etdi. Nə idi səbəb axın etmələrinin? Hamısı istəyirdi ki, etdiyi həcci Peyğəmbər sallallahu aleyhi və səlləmin etdiyi kimi olsun. Ona görə deyir ki, hədisin davamında baxmayaraq, hədis uzundur, rəvayət edir, deyir ki, onun etdiyi elə bir əməl olmadı ki, o əməli biz etməyəyik. Nə əməl etdiysə o əməli etdik. Və sonra Peyğəmbər sallallahu aleyhi və səlləm təvhidə təlbiyə etdi və biz də onun təlbiyəsini etdik. Və istəyirdilər ki, həzləri qəbul olsun. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm necə edibsə
elədir əməlin doğruluğu, elədir əməlin düzgünlüyü. Çünki o həcc hansı ki sallallahu aleyhi və səlləm o həcc edib, hansı ki bir həcc edib sallallahu aleyhi və səlləm ömründə və sonuncu həcci olub, o həccdə buyurub ki, xudu anni mənəsikakum, məndən həccinizin əhkamlarını götürün. Göstərib ki, əməlin, bu həccin qəbul olması üçün onun əməlini etmək şərtdir. Onun etdiyi kimi əməl etmək şərtdir ki, əməlin qəbul olsun. Əgər ixlas olacaqsa əməlində və Peyğəmbərinin əməlinə muvafiq edəcəksənsə bu həccin məbrur olan həcclərdən olacaq. Qəbul olan, düzgün olan həcclərdən olacaq. Qayıtdığında da Rəbbinin vəd etdiyi kimi dünyaya sanki yenidən gəlmiş kimi günahlarından təmizlənmiş halda gələcəksən. Allah Taala bizi müvəffəq etsin sabahki günə, Ərəfə gününə, onu ona çatıb, onu yerinə yetirib, düzgün bir şəkildə başa vurmağa və bizə səbir versin. Sabahki gündə o günün ibadətini, əhkamını Allahın müvəffəqiyyəti ilə doğru bir şəkildə yerinə yetirib başa vuraq. Eləcə də həcci necə çatdırıb bizə buna müvəffəq edib, həcci də müvəffəqiyyətlə başa vurub vətənimizə, ölkəmizə qayda. Allah Taala həccimizi qəbul olan həcclərdən etsin, səfərimizi mübarək etsin, səfərimizi müvəffəqiyyətli etsin, xəsarətdən uzaq etsin bizi eşidib faydalanan etsin. Əqulu mə təsmə'un və əstəğfirullah li və ləkum və li sairil muslimin min kulli dəm fəstəğfiruhu innəhu huvəl ğafurur rahim. Şöyle geliyorum.